Dəyərli izləyicilərimiz, son günlərdə aldığımız avtomobilləri sizlərə təqdim etmək istəyirik. Ona görə göstəririk ki, siz də şahid olasınız ki, biz hansı segment və hansı növ avtomobilləri idxal edirik və hansı növ müştərilərə xidmət göstəririk. Başlayaq öncə BMW i5-dən hansı ki, dünən əldə etmişik. Premium M Sport, Çin Xalq Respublikasından. Yəni, Premium M Sport o deməkdir ki, head-up display 360 dərəcə kamera var, qırmızı salon, əlavə olaraq da arxa monitor. BMW i7 bir neçə həftə öncə əldə etmişik. M60 Mannheimdən tam olaraq vuruqsuz, qəzasız və bu da ekskluziv olaraq arxa monitorlu, qara rəng qara salon. 2025 Range Rover, hansı ki biz bunu təqdimatını etmişdik. Long R23 disklərlə 4 luka. Yəni, bunlar hamısı liman şəkillərdə avtomobilləri. 2024-cü il Sonata SEL Plus gözəl vəziyyətdə və arxadan çox yüngül vuruqlar. Ford Maverick, bu Ford'un trakıdır və hibrid mühərrikdir. Highlander 2023-cü 24-cü illər. 2016-cı il Range Rover, bu da Mannheim ərazindən əldə olunub, heç bir vuruğu qəzası yoxdur. Toyota Camry 2025-ci il hibrid. Avtomobil artıq yoldadır və bu isə pick-up şəkilləridir. Avtomobil zədəlidir, yüngüllü olsa. Bugün isə oynayacağımız BMW i7 8 oktyabr tarixində hələ saat 14:15-dir, yəni 3 işləyib. Bu axşam 23:00-da biz bu avtomobili əldə edəcəyik. Çox münasib gündə və sizlərlə paylaşacaq. Dəyərli izləyicilərimiz, bu videonu ona görə sizlər üçün çəkirik ki, bu avtomobili ona görə göstəririk ki, siz görəsiniz ki, biz necə avtomobilləri əldə edirik və hansı segment avtomobillər daha çox gətiririk. Hər birinin xeyirli olsun.